qarşımızda olan maniyəmiz çaladır. Düzdürmü? Qadınların qorxulu rüyası. Yoldaşı ilə maşın sürməyi öyrənən tələbələr ki var, hansı ki yanına gəlirlər, hər birinin travmasıdır. 2 travma ilə gəlirlər. 1. Çalaya qarşı olan travma, qorxu. 2. Güzgülər. O qədər ki yoldaşları yanında deyir, çalaya salma, yəni latoka salma, maşın latoka salma, latokdan qaçmağa çalışır. Amma latokdan qaçıb avtomobili digər avtomobilə, sağdakı maneəyə çırpır, ondan xəbəri yox. Bircə dərdi odur ki, çalaya düşmüyor. Hansı ki, çalaya düşsə belə bir o qədər maşın travma almaz. Birinci travma budur. İkinci travma güzgülərə bax. Hansı ki, adam güzgüyə baxsa belə anlaya bilmir, arxadan gələn yaxındadır, ya uzaqdadır, arxadan gələn gəlib çatana kimi o keçə bilər, ya yox. Boş-boşuna güzgüyə baxır. Əgər bu güzgüyə baxaraq sən bir şey anlamırsansa, qızım, o güzgüyə baxmağın bir mənası yoxdur. Çünki anlamaq üçün uzun-uzadı o güzgüyə baxmağa məcbur qalacaqsan, onda da qarşını unudub, qarşıda bir hadisə törədəcəksən. Yəni, bu 2 travma yoldaşı ilə öyrənməyə çalışan xanımlarda var. İndi sən hələ ki bu travman yoxdur, amma mən sənə öncədən məlumat verirəm bu haqda. O çalanı, qızım, 2 təkərin ortasına salmağa çalışmaq lazımdır. Əgər 2 təkərin ortasına yerləşə biləcək bir ölçüdə olan çaladırsa, əgər böyük bir çaladırsa, məlum, ora düşməmə şansımız yoxdur. Bir balaca sürəti azaldırıq, tormuzdan keçirir oranı. Yox, əgər 2 təkərin ortasına sala biləcəyimiz bir ölçüdədirsə, 2 təkərin ortasına salırıq. Bunu da necə edirik, qızım? Bax, sənin sağ təkərin, budur, maşının sağ təkəri. Sol təkərində bu biri dirəkdir. Maşının ortası da bura, düzdürmü? Bax, onu nizamlayırıq, düz ortaya salırıq, yox, əyilmədən. İndi qoyuram sənin üçün deyə. Bir balaca sağa döndəririk sükanı, mən tərəfə. Hələ, yox, döndərib davam edirik. Hələ ki gedirik. İndi sağa döndərdiyimiz sükanı bir balaca sola döndəririk. Birazca da döndəririk. Düz oldu maşınımız. Düzəldirik indi sükanı. Düşmədik ki. Bu şəkildə, yəni 2 təkərin ortasına salırıq. Əgər bu şəkildə o maniyəni keçməyimiz mümkündürsə.